Biz keçən dəfə yazıçılıq dərsində addım-addım yazıçılıqda öyrəndik əsərin planının qurulmasını və birdən də qəşəng bir əsərə başladıq. İndi bizə lazımdır ki, bu əsərin girişi necə verilməlidir ki, biz oxucunu özümüzə cəlb eləyə bilək. Başlayan kimi oxucu 1-2 səhifə oxuyub kənara qoymasın. Bunun xüsusi bir texnikası var, yoxsa yox? Qəribə də olsa sözə elə koqnitiv psixologiya ilə başlayım. 90-cı illərdə güzgü neyronları kəşf olundu. Güzgü neyronları kəşf olunandan sonra elmə məlum oldu ki, əslində bizim insanları hiss etməyimiz, onların hərəkətlərini təxmin etməyimiz, hətta daha da irəli gedərək intuisiya ilə bir neçə gündən sonra nəyin baş verəcəyini və şəxsin necə davranacağını bilməyimiz üçün bizim neyronlarımız var. Və bu neyronlar bizə imkan verir ki, qarşımızdakı insanın xarakterini, şəxsiyyətini, qərarlarını və hərəkətlərini bilək. Bəli, deyəcəksiniz ki, bunu demək olar ki, sosial şəbəkələrdə, psixoloji səhifələrdə və yaxud da ki, hansısa bir elmi məqalədən əldə edə bilərik. Bunun yazıçılığa nə dəxli var? Bunun birbaşa yazıçılığa dəxli var. Niyə? Gəlin baxaq məsələyə daha geniş aspektdən baxmağa çalışaq. Elə çox uzağa getməyəcəm. Bu yaxınlarda bir serialda qarşıma bir epizod çıxdı. O epizodda şəxsi həbs eləmişdilər və onun qatil olub-olmamasını iddia edən vəkil onunla görüşməyə israr elədi. Vəkil daxil oldu o istintaq aparılan otağa və biraz söhbətdən sonra əsnədi. O əsnəyən kimi qarşıdakı cinayətdə ittiham olunan adam əsnədi. Və vəkil həmin otaqdan çıxıb dedi ki, o qatil deyil. Necə tapıldı onu vəkil? Bəli, vəkilin güzgü neyronlarına xəbəri var idi ki, yazıçının güzgü neyronlarına xəbəri var idi və yazıcı bununla deyir ki, əsnəmə empatiyanın göstəricisidir. Əgər qarşınızdakı adam siz əsnəyən zaman sizin əsnəmənizə reaksiya verirsə, o kifayət qədər insancıl və empatiyası yüksək adamdır. Bu adamlar qatil ola bilmirlər. Belə incə məqamları bilib kitaba işləyə bilsən, onda əhsən. Və bu məlumatlar kifayət qədər bizə imkan verir ki, yazıcı nəinki yazıçılıq texnikalarını və mətnin dilini bilməlidir, eyni zamanda bədən dilini və xüsusi davranış tərzlərini bilməlidir. Bəli, bütün yazıçılar bunu bilməyə məcbur deyirlər, amma ən azından yazıcı yüksək şəkildə güzgü neyronlarını inkişaf etdirməlidir ki, o hər kəsi müşahidə edib hiss eləyə bilsin. Biz yazıçıların boynuna bir növ psixoloqluq qoymuruq mu burada? Yazıçının ümumiyyətlə yazıçılıq sənətinin ən böyük tələblərindən biri müşahidədir. Yüksək müşahidə qabiliyyəti olan şəxslər yazıçılıq sənətinə asanlıqla yiyələnirlər. Və bu zaman yüksək müşahidə bizə o psixoloqluğu da gətirir. Ki, psixologiya elmi 19-cu əsrin sonlarında meydana çıxıb, 19-cu əsrin sonlarına qədər psixologiya elmi meydana çıxana qədər artıq bir çox yazıçılar var idi. Victor Hugo var idi. Onun psixologiya elmi ilə nəyisə yazmağına ehtiyac yox idi. Və bu, burada bizə sadəcə olaraq alətlərin çoxluğunu təqdim edir. Ki, bizim əlimizdə alətlər çoxalır və bu alətlərin çoxluğu bizə mətni sürətli və daha effektli yaratmağa imkan verir. Məsələn, əgər Victor Hugo kimi mən gedib meydanda edam olunanları, inqilabçıları və yaxud da ki, dar ağacına məhkum olmuş bir cinayətkarla gedib vaxt keçirdim, onun hisslərini və duyğularını qələmə almaq üçün birbaşa canlı münasibətə girməkdənsə, mənim artıq elm mənə o şəraiti yaradır və mən kabinetimdə oturaraq empatiya və yaxud da ki, güzgü neyronları haqqında məlumat alaraq şəxsləri hətta temperamentlərə bölərək yazacağım obrazın özü ilə şəxsən tanış olmadan belə onu qələm alma imkanım yaranır. Çox qəşəng. Bəs yaxşı, bütün bu məlumatların hamısını əsərimizin girişində necə göstərə bilərik? Biz bir əsər yazırıq. Necə başlayaq ki, istədiyim obrazı düzgün ifadə edə bilim? Bəli, sözə təsadüfi olaraq güzgü neyronlarından başlamadım. Güzgü neyronlarından bəhs eləməyimin ən ümdə səbəblərindən biridir ki, əsas səbəblərindən biri odur ki, mən əsəri elə başlamalıyam ki, əsəri qələmə almağa və obrazı yaratmağa elə başlamalıyam ki, mənim oxucumda güzgü neyronlar aktivləşsin. Oxucu o obrazla empatiya qura bilsin,
obrazın cildinə girə bilsin və o qədər obrazla vahidləşsin ki, eyni ilə bizim ərazi üçün xas olan bir hadisə deyil ki, çakra gedib yas verə bilsin. Hə, aydındır. Və bu baxımdan da mən artıq əsəri necə başlayacağımı təxmin etməliyəm və əsas iki nüansı nəzərə almalıyam əsər başlayan zaman. Əsər gərginlik yaradırmı? Aha. Əsər nəyəsə vəd verirmi? Gərginlik yaratmaq və vəd etmək. Vəd verir. Oxucu nəyin arxasıca düşməlidir ki, görün bunun axırında nə olacaq? Bəli. Və Burada hiss eləmək. mühüm bir məsələ meydana çıxır. Daha doğrusu iki mühüm bir məsələ meydana çıxır. Bir, bizim qəhrəmanımızın kifayət qədər güclü emosiyalar olmalıdır. Onun emosiyalarını mən açıq şəkildə ifadə etməliyəm. Bunu müxtəlif yollarla eləyə bilərəm. Qəhrəmanın zehninə daxil olub onun emosiyalarından xəbərdar olmalıyam və ya onun davranışlarıyla əsərdə onun emosiyalarını oxucuya çatdırmalıyam. Məsələn, o hissli idi, əsəbi idi, əlini yellədirdi, qollarını çarpazlamışdı və yaxud da ki, həddindən artıq dağınıq idi. Bu kimi davranışlarını çatdıra bilərəm. Ya da ki, şuuruna daxil olaraq onun emosiyalarını çatdıra bilərəm. Və yaxud da ki, ümumiyyətlə üçüncü şəxsin geniş nəqlində bütünlüklə hər şeyi yazıcı təsvir edə bilər. Amma istənilən halda əsas məsələ odur ki, oxucu qəhrəmanın emosiyasından və ehtiyaclarından xəbərdar olsun ki, qəhrəmanın gedib hədəfə çatmasının necə bir emosiyaya baha başa gələcəyini müəyyənləşdirə bilsin. Yəni qəhrəman özü daxil olaraq hansı etaplardan keçəcək? Məsələn, bir misal deyək. Oxucu keçən dəfə danışdığımız o Çiçək xanımın əhvalatında oxucu Çiçək xanımın əhvalatını kifayət qədər həyəcanlı hesab edir. Çiçək xanım bir həftə ərzində qızına konservatoriyaya getmək üçün bir hə yox deməlidir. Bir həftə ərzində həmin Həmid bəyə hə yox deməlidir və bütün bu qarmaqarışıqlığın içərisində nə edəcəyini kəstirə bilməyib harasa qaçır. Bəli, əsər elə buradan da başlaya bilər ki, oxucu ümumiyyətlə Çiçək xanımın bu qərarları vermə ərəfəsində hansı emosiyalarla davranacağını bilmək istəyir. Çiçək ümumiyyətlə necə davranacaq? Çiçək hansı emosional partlayışlara məruz qalacaq? Çiçək bəlkə qaçacaq, ümumiyyətlə səhnədən çıxacaq, bütün bunlardan imtina eləyəcək, bəlkə intihar eləyəcək. Və bütün bu sualların içərisində, bu qarmaqarışıqlığın içərisində oxucu qəhrəmanın cildinə girəcək, qəhrəmanla empatiya qurur və güzgün neyronları ilə onu özü hesab eləyir. Məsələn, ədəbiyyatşünaslardan biri bunu belə bir şəkildə ifadə edir ki, Hepburn'un filmini izləməyə getmişdim. İndi bilmirəm, Tiffany'də qəlyanın altıda ya hansında. Filmi izlədib çıxdıqdan sonra uzun müddət küçələrdə həmin obraz kimi yeridib. Ta ki, gəlib bir mağazanın vitrində öz görkəmimi görənə kimi. O anda dərk elədim ki, mən Hepburn deyiləm. Bu bizdə belə bir hiss yaranır. Kitabı bağlayandan sonra adam boşluğa düşmüş hissi yaradır adamda. Bəli. Hətta o qəhrəmanlar üçün darıxırıq. Yenidən onların içərisinə qayıtmaq istəyirik. Hətta onların içərisində köçüb yaşamaq istəyi insanda şiddətlənir. Ona görə yazıçıya deyir ki, bunun ikinci hissəsi gələcək, bunun davamı olacaq. Bəli. Bu suallarla üzləşən yazıçılar doğrudan da şanslıdırlar. Çünki onlar o auranı, o mühiti yarada biliblər. Onu kifayət qədər real yaradıblar. İndi gəlin baxaq girişə. Biz ümumiyyətlə hazırda New York Times'ın bestsellerləri və bir çox satılan kitabları araşdıran mütəxəssislər deyirlər ki, son dövrlərdə söhbət bu dönəmin insanlarından gedir ki, bu dönəmin insanlarının həddindən artıq səbri daralıb. Onların, biz bunu sosial şəbəkədə videoların saniyəsinin azalmasında da müşahidə edirik ki, biz 2-3-5 saniyə izləyiciyə nəyisə çatdıra biliriksə, bilmiriksə onu... İlk 3 saniyədə izləyicini tutmadıqsa itiririk. Bəli, onu yeni lenti fırlayacaq və gedib başqa bir videoları izləyəcək. İndi təsəvvür edin ki, biz yazıçılar necə böyük bir rəqiblə qarşı-qarşıyıq. Sosial şəbəkə kimi bir əjdaha var qarşımızda. Bəli. Bu rəqiblə müqayisədə
yazıcı elə bir şəkildə hərəkət etməlidir ki, o rəqibini yerə yıxmaq da olmaz, heç olmasa ən azından onunla bərabər yeriyə bilir. Ayaqlaşsın da heç Ayaqlaşaq, olmasa. hətta kürəyini yerə vurma iddiasına getmirəm hələ, Hı hı. getmirəm. Və bu zaman mən davamlı olaraq koqnitiv psixologiyadan danışanda ətrafımda məni qınayanlar olur, hətta tələbələrim arasında məni qınayanlar olur ki, bəyəm başqa yazıçılar belə ediblər, bəyəm yazı. Əziz insanlar, dövr o dövr deyil. Dövr Viktor Hugo dövrü deyil ki, 5 cildin 5-ini də oxumaq üçün insanlar vaxt sərf etsinlər. Çünki Dostoyevskinin cildlərini, Tolstoyun cildlərini oxunan zaman, mütaliə edilən zaman radio yox idi, televizor yox idi, məlumat qıt idi, fotolar yox idi. Təsəvvürən foto yox idi, foto. İnsanlar təsvirləri görmək istəyirdilər. Dünyanı yazı ilə kəşf etmək istəyirdilər. İndi dövrün insanı isə tamamilə başqadır və başqa ehtiyaclara yönəlir. Və əgər mən dövrümün insanları üçün yazıramsa, mən dövrümün insanları ilə hesablaşmalıyam. Dövrümün insanlarla hesablaşmaqdan ötürü mütləq şəkildə mən dövrümün alətlərindən istifadə etməliyəm. Bu zamanla ayaqlaşmaqdır. Və mən dövrümün insanını tanıdığıma görə ki, onun artıq 5, 10, maksimum 20 dəqiqəlik mənim şansım var ki, o vərəqləyəcək o kitabı ki, hələ 20 dəqiqəndə ayıran olmur, çox az olur. Və burada mən kifayət qədər yenə qayıdıram həmin ədəbiyyat mütəxəssislərinə. Həmin ədəbiyyat mütəxəssisləri deyir ki, bir səhifə, 2 səhifədə siz oxucunu gərginlikdə saxlayacaq mətni yaratmalısınız. Əgər mümkünsə, hətta həmin ədəbiyyat mütəxəssislərindən biridir, əgər mümkünsə, bütün romanı elə birinci cümlədə yazın. Oy, maşallah, ona qüdrət lazımdır. Bütün romanı birinci cümlədə yazmaq. Və bu zaman mən dəqiq nəzərə almalıyam. Ümumiyyətlə, finalı görürəmmi? Bax, finalı görməmək indiki gənc yazıçılarda ciddi bir böyük problem yaradır. Finalı görməmək yazıçıya informasiyanı idarə etmənin əlindən çıxmasına səbəb olur. Yəni spontan yazmaq. Bəli, spontan yazır. Mətn yazıçını idarə edir. Mətn başalıb gedir. Mətn James'in dediyi kimi necə ki şuuru kəsilməz, arası kəsilməz bir çay adlandırırdı və mətn yazıçının arası kəsilməz şuur axınına çevrilir. Amma şuur axını üslubunda yazmır. Hərəsi ayrı. Bizdə əslində səhv salınır o şuur axını üslubu. Ona inşallah bir dəfə toxunarıq. Elə bilirlər ki, elə ürəyimdən istəyəni yazmaq bu şuur axınıdır. İnşallah bir videomuzun da birində şuur axınına da toxunarıq. İndi mövzumuzu qaytaraq girişlərə. Oradan bizə məsələn biraz nümunələr çəkə bilərsiniz ki, hansı girişlər insanı gərginlikdə saxlayır? Mütləq şəkildə yazıcı girişə başlayan zaman qəhrəmanın daxili və xarici məqsədini bilməlidir. Qəhrəmanın daxili məqsədi bəzən qəhrəmanın özündən də gizli qalır. Məsələn, bu nə deməkdir? Qəhrəman universitetə daxil olmaq istəyir. Davamlı olaraq bunun uğrunda mübarizə aparır. Sadə bir misal deyirəm. Məsələn, uzaq bir kənddə yaşayır, o rayona necə gedəcəyini müəyyənləşdirir, hazırlıqları necə müəyyənləşdirir, kitabları necə axtarır. Bunları axtaran zaman müəyyənləşdirir ki, sən demə. Avtobusa minməyə qorxurmuş. Daxili məqsəd əslində o qorxunun öhdəsindən gəlməkdir. Əslində bizim qarşılaşdığımız xarici problemlərin hamısı bizim o daxili problemlərimizə yönəlməyi və onun həlli yollarını bizə təqdim etməlidir. Bu zaman yazıcı müəyyənləşdirməlidir. Mənim qəhrəmanım xarici məqsədi nədir? Mənim qəhrəmanım daxili məqsədi nədir? Və mənim qəhrəmanım ümumiyyətlə nə istəyir? Emosional olaraq nə istəyir? Rasional olaraq nə istəyir? Və bunları bildikdən sonra asanlıqla həmin o qəhrəmanla yazıcı vahidləşməlidir. Yazıcı vahidləşməlidir ki, o qəhrəmanı bütövlükdə hiss eləsin, yarımçıq hiss eləməsin. Yarımçıq hiss olunan qəhrəmanlar yarımçıq da obrazlara çevrilirlər və bu da oxucuya nəsə ötürmür. Və bu zaman mən yazıcı olaraq düşünməliyəm ki, mən Şəhrizad kimi hardan başlamalıyam ki, məni edam eləməsindir. Yəni kitabı oxumama şansları var. Və bu zaman ilkin girişləri mütləq şəkildə bilməliyəm. Gəlin baxaq girişlərə. Birinci, bilməliyik ki, bu bildiklərimizdən əlavə bilməliyik ki, dedektiv yazıram, psixoloji janrda yazıram, magik realizmdə yazıram, distopiyada yazıram, fantezidə yazıram,
ya da fantastika yazıram və yaxud da Uşaq ailə ədəbiyyatı. məişət mövzusunda yazıram, uşaq əsərləri yazıram. Bax bu fikir verirsiniz mərhələ yazıcı bu mərhələləri keçməlidir. Hələ qələmi əlinə almamış. Və bu mərhələləri keçdikcə həmin məsələ, həmin mühit yazıcının gözünün önündə şəkillənir. Və yazıcı orada düşünür ki, mən Şəhrizad kimi hardan başlayacağam ki, oxucunun güzgü neyronları aktivləşsin və oxucu həmin qəhrəmanın cildinə girsin. Oxucu o qəhrəmanı mənimsəsin ki, bizim o boynun vurmaq dediyimiz şey kitabı örtüb bir kənara qoymasın. Bəli. İndi baxırıq məsələn mövzu olaraq bir neçə nümunələrə baxa bilərik. Məsələn, klassik əsərlərdən İblisin istirabında roman birinci şəxsin şəkildə yazılıb və roman kifayət qədər iddialı bir girişlə başlayır klassikaya rəğmən. Çünki adətən klassikalar bu cür girişlə başlamazlar. Hətta mən Maria Corellini klassikada yox, modern klassikada yox, müasir yazıcı adlandırardım. Çünki yazıcı hazırki dönəmin tamamilə damarını tutub və bu əsəri oxuyan zaman əgər üstünə klassika yazılmasa, bunun klassik olduğunu fərqinə varmarıq. Yoxsulluğun nə olduğunu bilirsinizmi? Yaşamaq üçün illik 5-6 min gəlirləri olsa da gileylənən, narazı olan, güclə dolandıqlarına and içər. Bəzi insanların təkəbbürlü yoxsulluğundan danışmır. Bu cümlə kifayət elədi ki, mən əsəri oxumağa qərar verdim. İnsanların belə əsl, indiki zamanənin ürəyindən yapışıb elə bil ki. Bəli, şah damarından. Bu şah damarından yapışmadır. Mən burada artıq düşünürəm ki, bir insan var, hələ kitab oxumamışam. Yəni mən kitab oxumuşam, sadəcə olaraq bir oxucu olaraq kitab oxumamışam və gəlirəm mağazada kitabı açıram və ilk səhifəsində ilk cümləni oxuyuram və kitab alıram. Elə. Bəli. Söhbət vasvası oxuculardan getmir. O vasvası oxucular ki, kifayət qədər kitab blogerlərini araşdırırlar, sonra digər saytlardan geri dönüşləri oxuyurlar, sonra gedib kitab alırlar. Yox, sadəcə olaraq spontan şəkildə kitab oxumağı seçmək istəyən bir oxucudan söhbət gedir. Və yaxud da ki, dedektiv əsər. Bu arada bu kitabı siz seçmisiniz. Mən yazıcı olaraq öz əsərimdən sitat gətirməyə heç üstünlük verməzdim. Bəzi moşu güyəcənlik şairlər var. Mən bunu filan şeirimdə yazmışam. Yox, qəşəng kitabdır. Məncə bu da misal kimi görülməli idi ki, belə də nümunələrimiz var. Dedektiv, psixoloji dedektiv adlandıra bilərik. Çünki burada daha çox dedektiv əsərlər iki üslubla yazılır. Ya açıq kartlarla yazılır, ya qapalı kartlarla yazılır. Açıq kartlarla yazıldıqda qatil, qurban hamısı ortada olur və biz sadəcə onların psixoloji və emosional olaraq bu vəziyyətdən necə çıxacağını araşdırmalıyıq ki, 127-ci qəbir ondan bəhs edir. Bir var qapalı kartlar ki, biz orada qatili bilmirik ya da ki, cinayət baş verib qurbanı bilmirik kimi şəkildə ola bilər. Bu baxımdan bu əsər kognitiv psixologiyanın tam şərtlərinə uyğun yazılıb. Bədəni hələ soymayıb, qoca kənara çəkilib siqaret yandırdı. Gənc onun siqaret tüstüsündə qarışıb dumanlanmış simasını qavramağa çalışdı. Hardan dadandılar, bircə buralara gəlib çıxmamışlar. Alçaqlar, imkanım olsa iti qovan kimi qovardım hamısını. Artıq ortada bir cinayət var. Nə baş verdiyini bilmirik, həyəcanlıyıq, bu kimdir, ölən kimdir, hardan gəlib, bura necə gəlib düşüb. Bu artıq bizi tutdu ki, getməlim arxamca. Və bu dedektiv əsərlər üçün bir nümunə ola bilər. Və yaxud da ki, yeniyetmə romanlarına bir nümunə ola bilər. Bu tip əsərlərin yazılması, hətta dedektiv və klassik əsərlərin yazılmasından daha riskli və qorxuludur. Çünki əsərin oxucuları yeniyetmələrdir. Yeniyetmələr kifayət qədər ərköyündülər. Onların dırnaqarası kaprizlərinə dözmək çətindir. Onları məmnun eləmək çətindir. Onlara kitab oxutdurmaq da çətindir. Onlara kitab oxutdurmaq da çətindir və məmnuniyyətsiz demək, məmnun edilməsi çətin olan nəslə bir məmnun edilməsi çətin olan bir şəxsdən əsər deyə bilərik bunu. Bu arada onu deyim ki, əsərin yazıcısı aktrisadır. Yazıçılığa elə də ciddi iddia eləmir, amma çox gözəl və istedadlı əsərlər yazır. Yeni və yenidən başlanğıc belə kifayət qədər cəlb edicidir. Yeni və yenidən. 8-ci məktəbimin həyətinə baxıram. Ay maşallah. Anam yanımda dayanıb gülümsəyir. O həmişə təzə bir yerə gələndə xoşbəxt olur. Çünki yeni yerlər, yeni imkanlarla aşıb daşır. Əslində eyni imkanlar hər yerdə var. Məsələn, məşhur olma imkanı. Çox qəşəng.
Belə kifayət qədər əsər iddialı başlayır və elə birinci başqa digər cümlələri oxumasaydım, 8-ci məktəbimin həyətinə baxıram cümləsi bizə kifayət qədər problemli bir adamdan söhbət söhbət başa getdiyini izah salacaq. elədi. Və mən bu problemli adamın problemini bilmək istəyəcəm. Və indiyə qədər danışdıq, oxuduğumuz kitabların hamısı həqiqətən əsəri ilk cümlədə veriblər. Bəli. Hə, çox qəşəng. Yəni çalış bütün cümləni, bütün Əsərdə, romanı bir ilk cümlədə yaz. Cümlədə ver. Bəli. Digər bir əsər isə yenə də bu da gənc ədəbiyyatıdır və bu da kifayət qədər səs-küy yaratmış əsərlərdən biridir. Əsər iki cür başlayır. Bu əsərin iki girişi var. Bir, bütün romanı bir cümlədə yazma iddiası ilə çöldə barbarlıq baş alıb gedir oğlum. Gözünün gördüyü hər yerdə yüzlərlə, minlərlə maska var. Saxtakarlıq və nifrət var. Təsəvvür edirsən balaca? Bu ilk giriş kimi bütün romanı sanki sinopsis kimi işləyib və bu romanı oxucunu cəlb edicidir. Və növbəti isə divar tikmək öyrədilən və o divarların arxasında qalan uşaqlar üçün. Kifayət qədər iddialı Çox cümlədir. iddialı cümlədir. Və gizlənməyə yer tapmaq başlanğıc. Bu da kifayət qədər iddialıdır və iddiasını doğruldur da. Oğlan mırıldayaraq əlləri və dizləri üstə atıldı və çubuğun bir ucundan dişləri ilə tutdu. Çubuğun digər ucunda isə uzun qulaqları olan iri bir ovçarka var idi. Kifayət qədər iddialı bir mətn. Digər bir məsələ isə